Milli mətbəximizə aid olan düşbərə hazırladım. Əsl bu soyuq havaların yeməyidir deyərdim. Çox dadlıdır. Mütləq siz də hazırlayın. Hazırlamaq üçün bizə lazım olacaq un, su və duz. Xəmirimizi yoğururuq və içliyin hazırlayana qədər kənarda dinləndiririk. İçliyi üçün bizə lazım olacaq ət, soğan, duz və istiyot. Və xəmirimizi yayırıq. Yaydıqdan sonra kəsib və içlikdən əlavə edirik. İçlikdən əlavə edib və gördüyünüz kimi bükürük. Bir ədəd soğanı doğrayaraq qazanın içərisinə əlavə edib, üzərinə kərəyağ əlavə edirik, üzərinə duz və sarımsaq əlavə edib qovururuq. Qovurduqdan sonra üzərinə su əlavə edirik, suyun qaynamağını gözləyirik. Qaynadıqdan sonra düşbərələri içərisinə əlavə edib və üzərinə nanə də əlavə edib bişiririk. Çox dadlıdır. Mütləq hazırlayın. Təxmini 15 dəqiqəyə yeməyimiz hazır oldu. Mütləq siz də hazırlayın. Bu soyuq havalarda nuş edin. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.